ümumiyyətlə məncə orada onun qırılma şeyi 7-1 falan oldu. Belə 7-1 çox necə deyim belə alçaldıcı. Oyunda yox idi, amma ona baxmayaraq, yəni o 2014 heyətində var idi və ondan da böyük gözləntilər və İnanılmaz gözlənti var idi 2014-də onda. Xüsusilə də oyun öz evlərində idi. Öz evlərində və 7-1 uduzursan, bu inanılmaz və buna görə mən hələ də almanlara nifrət edirəm və belə düşünürəm ki, onu belə bitirək ki, deməli, Yoxim Löw girib texniki zonaya uşaqlara deyib ki, uşaqlar biraz çox vurduq elə bil, insanların qüruru var, evə gedəcəklər, azaldıq. Deyir ki, heyif ki, Şürli onu eşitmədi, çünki o tualetdə idi. Yəni, məncə, çox böyük hesab oldu, biabırsızlıqla bitdi. Ara yerdə almanlara da heyt attım. Burası kəsərik. Məşhur Twitter şıtqasıdır. Yo, mən o əvvəl 50 itdə, mən indi düşünürəm ki, 10 ilə indirmək lazımdır. Nəysə, gələn dəfə Almaniya vizasından rədd yesəm, bu videonu qabağına atacaqlar ki. Strike yiyəcək kimi gəldik verişdən. Bunu kəsərik. Öpürəm, çox sağ olasın, bro. Sağ ol, hələlik.